Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 13-ü Ramazan ayının 23-cü günüdür. Martın 13-də imsak vaxtı saat 05:30, iftar vaxtı isə saat 19:00-dadır. Ramazan ayının 23-cü gününün imsak duası belədir. İlahi, bu gün mənim günahlarımı yuyub məni eyiblərdən təmizlə. Bu gün qəlbimi təqva ilə xalis et. Ey günahkarların xətasına göz yuman Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.